Konsertimizə başlamazdan öncə Azərbaycan qarmonunun tarixi haqqında çıxış üçün sözü Şəki Dövlət Regional Kollecinin Xalq Çalğı Alətləri Şöbəsinin müdürü və bugünkü layihənin təşkilatçısı Namiq Hacıyevə verə. Əziz qonaqlar, əziz tədbir iştirakçıları, mən də hər birinizi salamlayıram. Azərbaycan qarmonu başqa xalqlar tərəfindən yaradılaraq bir sıra alətlər Azərbaycanda özünə məxsus inkişaf yolu keçmişdir. Belə alətlərdən biri də ölkədən ölkəyə keçərək Azərbaycana gətirilən qarmon alətidir. Qarmon klavişli, körüklə səsləndirilən nəfəs alətləri qrupuna aid edilir. Qarmon tipli alətlərin vətəni Çin sayılır. Metal dilçəkli alətlərdən orta əsrlərdə Çində istifadə olunduğu elmə məlumdur. Müasir dövrdə də istifadə edilən Çin xalq çalğı aləti şen, dodaq qarmonunun bir növüdür. Maraqlıdır ki, orta əsrlərdə Azərbaycanda civcik adlanan, demək olar ki, şengə bənzəyən nəfəs alətindən istifadə ediblər. Qədimdə Azərbaycan ərazisində özünə məxsus elementlərini əks etdirən müxtəlif alətlərdən də istifadə olunub. Yuxarıda adını çəkdiyimiz civcikdən başqa ərğan və tulum alətlərində misal göstərə bilərik. Hər iki alət qarmonda olduğu kimi hava ilə dolu, körüyü sıxmaqla səsləndirilib. Bu alətlərdən tulum dövrümüzə qədər gəlib çıxsa da ərğan unudulub. Maraqlıdır ki, ərğan alətində də kiçik dairəvari düymələr qarmonda olduğu kimi sağ tərəfdə yerləşdirilirdi. Bu düymələri aşağı basdıqda borular, körük vasitəsilə hava vuran xüsusi pnevmatik konstruksiya ilə işə düşür, ərğanı səsləndirildi. Deməli, qarmon alətinin xalqımız tərəfindən bu qədər sevilməsi heç də təsadüfi deyildir. İki cür qarmonlar mövcuddur. Dodaq və əl qarmonları. Öncə dodaq qarmonları yaradılıb. Sonralar bu qarmonlarda istinadən əl qarmonları icad edilib. Maraqlıdır ki, orta əsrlərdə Azərbaycanda geniş istifadə edilən musiqar, cıncıq alətindən də dodaq qarmonunun yaranmasında rolu olub. Müasir formalı əl qarmonunu 1822-ci ildə saat ustası Alman Bushman Berlində icad edib. Belə qarmonlar diatonik səs düzümlü yalnız ağ dillərdən ibarətdir. 1829-cu il may ayının 6-sında Avstriyanın paytaxtı Viyanada orqan ustası Kiril Demyan özünü müşahidə etmək üçün sol tərəfdə alətə akordlar ifa edəcək düymələr qoyub. Həmin düymələr sol əlin barmaqları ilə ifa edilir. Demyan bu aləti akordeon adlandırıb. Friedrich Christian Bushmanın Almaniyada ixtira etdiyi bir sıra primitiv əl qarmonunun Rusiyada özünün ən böyük inkişaf mərhələsini keçib. 1830-cu ildə Rusiyanın Tula şəhərində silah ustası İvan Sizov tərəfindən sağ tərəfdə 7 dil, sol tərəfdə 2 bəm düyməsi olan diatonik səs düzümlü belə qarmonlar istehsal olunub. Bu qarmonlarda çox sadə və bəsit mahnıları ifa edirdilər. Sonralar 8-10 dilli, sağ əldə 8-10 dilli və sol əldə 4 düyməli qarmonlar hazırlanmağa başlamışdılar. Lakin belə qarmonlarda peşkar ifaçıların tələbini ödəməyib. Onun təkmilləşməsində böyük ehtiyac duyulub. Belə bir yeniliyi 1870-ci ildə Tulalı qarmonçu, müəllim və dirigor Nikolay Ivanoviç etmişdir. O ilk dəfə xromatik səs düzümlü qarmonlar düzəldib. Bundan sonra qarmonun bədii texniki imkanları artırılaraq daha mükəmməl alətə çevrilib. Qeyd edək ki, Nikolay Ivanoviç 19-cu əsrin 70-ci illərində ilk qarmon çalanlar orkestrini yaratmışdır. Elə bu illərdə Rusiyada Kulikov və Xvantalov qarmon üçün ilk tədris vəsaitlərini hazırlayıblar. Sonralar Teletyov və Doroşkeviç tərəfindən də qarmonun dəstəkləri tərtib edilib. 19-cu əsrin birinci yarısında Rusiyadan Azərbaycana diatonik səs düzümlü ağ dillərdən ibarət qarmonlar gətirilib. Ozan Qaravəlli əsərində yazılır. Qarmon elə bəyənib, ellə gələn toy bayramdır, deyiblər. Qarmonun səsini hələ Azərbaycanda dəmir yolu çəkilməzdən qabaq eşidənlər olubdur.
Onu Volqa və Xəzərdə işləyən gəmicilər Rusiyadan Bakıya gətiriblər. Sonralar tacirlər Nijni Novgorod yarmarkasında bu qarmonların kiçik həcmlilərindən cumaxadan, sandıqdan qablayıb, üstünə də yazıblar. Bu mal ləyaqətli filan kəsimdir. Çox maraqlıdır ki, qarmon moltanı Karvansarasında, sandıq bazarında satılırmış. Əvvəllər qarmonu alan olub, amma çalan olmayıb. Satın alan vaxt yoxlamada qarmondan qıt, qıt səsləri çıxıb. Ona görə də yarı şəbədə, yarı gerçək qarmon satana qıqqıldıcı deyiblər. Birinci qarmon çalmaq məşğuliyyəti kimi evlərdə xanımlar arasında yayılıb. Lakin bu da məlumdur ki, 19-cu əsrin axırlarında Bakıda İçəri şəhərli Seyid Həsən mükəmməl qarmon çalardı. Ətrafında həvəskar şagirdləri olub, ondan qarmon ifaçılığının sirlərini öyrəniblər. Ozan Qaravəlli əsərində Azərbaycanın ilk qarmon ifaçısının qadın olduğunu aydınlaşır. Həm də qıtqıldı rəqsinin necə yarandığı və o dövrün bir qarmon çalanı İçəri şəhərdə Seyid Həsən təqdim edilir. Mənbədə Seyid Həsənin şagirdləri olduğu da bildirilir. Bəlkə də Seyid Həsən Azərbaycanda ilk qarmon müəllimi olub. Bu məlumat tədqiqatçılar üçün olduqca qiymətlidir. Xalq artisti Tarzən Bəhram Mənsurovun babası Məşədi Məlik Məhəmməd Ağa Salah oğlu ölkəmizdə qarmonun ilk ustad ifaçılarından biri olub. O 7 dilli qarmonda ifa etmişdir. Şuşalı çəkməçi Hüseyndə Azərbaycanda qarmonun ilk ifaçılarından sayılır. Sonralar çəkməçi Hüseynin oğlu Kərbəlayı Lətif nəinki Qarabağda, bütün Qafqazda, o cümlədən İranda ustad qarmon çalan kimi məşhurlaşıb. Xatırladaq ki, 1910-cu ildən İngiltərənin Qramofon cəmiyyəti bir qrup Azərbaycan musiqiçilərini Riga şəhərinə dəvət etmiş, onların ifalarını qramofon valına köçürmüşlər. Kiçik heyətli ansambulda bu musiqiçilərlə bərabər Kərbəlayı Lətif Əliyev də iştirak etmişdir. 1914-cü ildə isə qarmonla ayrıca ilk qramofon valı Kərbəlayı Lətifin ifasında Kiyev şəhərində Ekstrafon Aksioner cəmiyyəti tərəfindən hazırlanmışdır. Qarmon sözünün əsli Yunancadan, harmoniyadan götürülərək həmahənglik, əlaqə, nizam, daha dəqiq ahəngdar musiqi fonu saxlamaq, səsləri bir-biri ilə tənzimləmək mənasını bildirir. Alətdə qarmon adı bir neçə səsin eyni vaxtda harmonik şəkildə ifa edilməsinin mümkünlüyünə görə qoyulub. Təsadüfi deyil ki, bir sıra ölkələrdə Əfqanistan, Pakistan, Hindistan və s. harmon adlı körüklü dilli nəfəs aləti mövcuddur. Beləliklə, harmon sözü qərbdə qarmon kimi tələffüz edildiyindən və Azərbaycana Rusiyadan gətirildiyindən dilimizdə Avropada olduğu kimi qarmon adlandırılıb. Yaxın keçmişdə Azərbaycanın bəzi bölgələrində, xüsusilə Şirvan və Şəkidə qarmon alətinə nayda deyirdilər. Burada bir məntiq də var. Bildiyimiz kimi, qarmon tipli alətlər akordeon, bayan, aerofonlu, nəfəs çalğı alətləri qrupuna aid edilir. Nay, ney sözü də dilimizdə nəfəs alətlərinə verilən ümumi addır. Mənası oxuyan qamış olan bu söz Şumerlərdə də işlədilib. Azərbaycan qarmonunun bir sıra fərqli xüsusiyyətləri, özünə məxsus xüsusiyyətləri var. Bir sıra alətlər istifadə olunduğu ərazinin və ya xalqın adını daşıyır. Məsələn, Bədəxşan rübabı, Əfqan rübabı, Qoşqa rübabı, Pamir rübabı, Dulan rübabı, Tacik rübabı və yaxud İspan gitarası, Rus gitarası, Havan gitarası və s. olduğu kimi qarmonun da müxtəlif növləri yaradılıb. Tula, Saratov, Viyana, Sibir, Tatar, Kazan, Terepaşka, Viyatka, Livin və s. buna misal ola bilər. Azərbaycan musiqiçiləri Tula növlü qarmonlara üstünlük vermişlər. Sonralar Azərbaycan sənətkarlarının sifarişi ilə Tula növlü qarmonlarda bir sıra islahatlar aparılmış, nəticədə yeni növ Azərbaycan qarmonu yaranmışdır. Bir çox faktlar, həmçinin də bir çox faktlar əsasən bir çox xalqlar
Farslar, ləzgilər, avarlar, çeçənlər, özbəklər, gürcülər, ruslar bu növ qarmonları Azərbaycan qarmonu adlandırırlar. Artıq çalğı alətləri sırasında Azərbaycan qarmonunda özünə məxsus yer tutub. Bu heç də təsadüf olmayıb. 100 ildən artıq bir dövrdə Azərbaycan sənətkarları istər ölkə daxilində, istərsə də xaricdə musiqi mədəniyyətimizi təbliğ edərək tar, kamança, qaval, qanun, ud, saz, tütək, zurna, balaban, nağara, qoşa nağara və s. alətlərlə yanaşı qarmonda da geniş istifadə etmişlər. Son illər Azərbaycan musiqisində fortepiano, saksofon, skripka, klarnet, qaboy, gitara və s. qərb alətlərinə də geniş yer verilir. Sual olunur ki, bəs niyə bu alətlərin adında Azərbaycan sözü işlədilmir? Məsələn, Azərbaycan fortepianosu, Azərbaycan saksofonu və s. deyilmir. Çünki bu alətlər qərbdə olduğu kimi üzərində heç bir dəyişiklik edilmədən Azərbaycanda çalınır. Yəni, özəlləşdirilmir. Bu səbəbdən də adları dəyişmir. Azərbaycan qarmonu müasir səslənməsini təmin etmək üçün sənətkarlarımızın uzun müddət axtarışlar aparıb, ona bir sıra uğurlu yeniliklər tətbiq ediblər. Məhz bu islahatların nəticəsində sənətkarlarımızın Azərbaycan qarmonu formasında formalaşdıra bilmiş, necə deyərlər, qarmonu Azərbaycanlaşdırmışlar. Bu iş kütləvi halda görülmüşdür. Yəni, ayrı-ayrı sənətkarların hərəsi öz zövqünə görə bir neçə ideya vermiş, sonra bu ideyalar ümumiləşərək müasir Azərbaycan qarmonunun yaranmasına səbəb olmuşdur. Qarmonun morfologiyası və üzərində aparılmış islahatlar haqqında da istəyərdim qısaca danışım. Qarmon dilli, körüklü, yəni klavişli, pnevmatik nəfəs alətidir. Onun səslənməsi dil və düymələr basılaraq körüyün yaratdığı hava axınının xüsusi kanallara yönəlməsi nəticəsində metal lövhəciklərin titrəməsindən alınır. Qarmonun gövdəsi körük, səs hasil edən hissələri və klavişləri dil mexanizmindən ibarətdir. Körük sağ və sol hissədə yerləşmiş taxta çərçivələrlə birləşdirilir və gövdədə digər hissələrdə bərkidərək qurlaşdırılır. Möhkəm nazik parça ilə yapışdırılmış büzməli kardondan hazırlanmış körük hava ehtiyatı rolunu oynayır. Azərbaycan qarmonunun əvvəllər korpusu, yəni gövdəsi çox iri, həm də kobud olub. Sənətkarlarımızın çəkisi yüngül olsun deyən onun gövdəsini nisbətən yığcamlaşdırıblar. Azərbaycan qarmonunun ümumi kökü də digər növlərdən fərqlənir. Yəni, fortepianoya görə yarım ton bəm səslənir. Məsələn, do çalındıqda fortepianoda si səslənir. Bu səbəbdən Azərbaycan qarmonunun kökü inhaş-si köklüdür. Azərbaycan qarmonunda əsas melodiya sağ əllə çalınır. Gövdənin sağ tərəfində 30 müxtəlif yüksəklikli dillər var ki, bunların da 18-si ağ, 12-si qara rənglərdədir. Qara dillərin hər əsas səsin yarım ton bəmləşdirilib və ya zilləşdirilməkdən ötürü istifadə edilir. Azərbaycan qarmonunun bir özəlliyi də odur ki, gövdənin sol tərəfində harmonik səsləri ifa etmək üçün sağ tərəfdə olan hər səsə uyğun düymələr düzülüb. Bu düymələrin qarmonun digər növlərindən fərqli olaraq hərəsi ayrıca bir səs verir. İfaçılar bu səslər vasitəsilə bir növ dəmkeşin funksiyasını yerinə yetirərək özlərinə dəm saxlayırlar. Son illər bir sıra virtuoz ifaçılardır. Xüsusən Zakir Mirzəyev, Avtandil İsrafilov və başqaları sol əlin imkanlarını artırıblar. Bu, əllə melodiyaya uyğun ritmik funksiyalar şəklində akordlarla ifa edirlər və nitqimin bu yerində istəyərdim ki, qarmonun sol əlini tam olaraq təzadlı polifoniyanı yaratmış və mükəmməlləşdirmiş Sübhan müəllimi bir daha alqışlayaq. Qarmon əvvəllər bir qayda olaraq 6 tirli hazırlanırdısa, son dövrlərdə ifaçılar 5 tirli qarmonlara üstünlük verirlər. Sənətkarlar həmçinin qara dillərin də gücünü nisbətən azaltmışlar ki, bu səsləri incə alınsın. Hər bir qara dildə 3 metal dilçəyin titrəyişindən səs alınır. Bunlardan biri zil, digəri isə bəm səslənir. Hər bir ağ dilin səslənməsi üçün isə 6 metal dilçəkdən istifadə edilir. Bunların ikisi zil səs verir və qarmonun qrifinə
yatırılmış edilir. Bunların ikisi zil səs verir, qarmonun qrifinə yatırılmış vəziyyətdə bağlanılır. Qalan 4-ü isə bəm səslənərək tirlərdə, plankalarda cüt-cüt bağlanılır. Qarmon haqqında məlumatım bu qədər. Dinlədiyiniz üçün çox sağ olun.